Yeməkdən sonra köpən kişi doğuş sancısı adı ilə, digəri isə sayağaca balans yükləmək üçün təcili tibbi yardım çağırıb. Bu ilin 10 ayında Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 39.325 əsassız çağırış qeydə alınıb. Belə çağırışlarla çox tez-tez rastlaşırıq. Bu da istər-istəməz əhalidə narazılığa səbəb olur. Əsaslı çağırışlarımızın, təcili çağırışlarımızın gecikməsi baş verir. Burada uşaq çağırışlarından, sudurqalardan, epilepsiyalardan, avtoqəzalardan, hər hansı bədbəxt hadisələrdən söhbət gedir ki, bu çağırışlara daha operativ, daha bir mənalı, tələskən yaxınlaşırıq. Biz o çağırışları yerinə yetiririk. İstənilən gələn çağırışı yerinə yetiririk. Amma belə çağırışlarda artıq gecikmələrimiz olur. Bəzi şəxslər səhhətindəki narahatlığı fərqli formada qələmə verib. Hətta tibb sahəsinə aid olmayan çağırışlar da qeydə alınıb. Dərslər başladığı vaxt valideynlər çox müraciət eləyir ki, uşağım dərs oxumur, bəlkə siz briqada göndərəsiz, sizi görə narahat ola, uşaqda bir dərsə davamiyyət istək yarana. Bir tərəfdən baxanda biraz belə qorxutmaq kimi yanaşırlar uşağa. Doğuş şikayəti ilə də çağırış vermişdilər və biz getdik ünvanda bir kişi xəstəni gördük. Soruşur ki, axı bizə bir başqa növ çağırış veribdi. Bəs mən deyir, yemişəm, köpmüşəm, bildim ki, köplə çağırış versəm gəlməyəsiniz, ona görə bu şəkildə çağırış vermişəm. İşıq sayğacına kartı yükləmək lazım idi. Təcili yardım çağırıb deyir, sizdən başqa kimi çağıracam ki, mənim sayğaca kartımı yükləyin. Hətta başqasına təzyiq məqsədi ilə şəkil çəkdirmək üçün təcili tibbi yardım çağıranlara da rast gəlinib. Halı pis olaraq şikayət edirlər, gedirik ünvana, xəstənin təbii olaraq müayinələrinə başlayırıq və kənardan ailə üzvlərindən kimsə telefona çəkir və danışıqdan belə məlum olur ki, şəklimizi kiməsə göndərmək istəyir ki, həqiqətən də kimsə onu əsəbləşdirib və təcili yardım onun üzərinə təcili yardım gəlibdir. Ana çağırış veribdir ki, uşağın başqa cür ağlayır. Getmişik, yoxlayırıq, bütün fiziki göstəricilər norma daxilindədir. Deyirik, səni narahat edir. Yox, həmişə başqa cür ağlayır, indi başqa cür ağlayır. Mərkəzdən bildirildi ki, vətəndaşlardan yalnız həqiqətən tibbi yardıma ehtiyac olduqda 103 xidmətinə müraciət etmək xahiş olunur.